Misal AB 2 rəqəmli ədəddir və verilmiş bu misalda deyir 36-ya bərabər olarsa A-nın ala biləcəyi deyir qiymətlərin sayını tapın. Əvvəla bu AB 2 rəqəmli ədədin açılışı yəqin ki hamı bilir, ona üstəgəlsin B formasıdır. Misalda yazaq AB üstəgəlsin A üstəgəlsin B bərabərdir 36. Ona üstəgəlsin B, üstəgəlsin A və üstəgəlsin B bərabərdir 36'dır. A'ları topladıqda eləyir 11A, üstəgəlsin 2B bərabərdir 36. A'nın ala biləcək qiymətlərin sayındır və bu bizə AB 2 rəqəmli ədəd olduğunda qeyd edib. A'ya özümüzdən qiymətlər verək. A 1 olarsa 11A üstəgəlsin 2B bərabərdir 36. Burada artıq 2B bərabərdir 25 eləyəcək və B burada tam qiymət almayacaq, onluq alacaq. Deməli A belə bərabər ola bilməz. A2 bərabər olsa 22 üstəgəlsin 2B bərabərdir 36 və B bərabərdir 12-ni çıxanda 14, 22-ni çıxanda eləyir 14, 2-yə böləndə elədi 7. Bu ödəyir. A3 olanda isə yenə də ödəməyəcək. 33 üstəgəlsin 2B bərabərdir 36. Burada B tam bir qiymət almayacaq. Ona görə A yalnız bir qiymət ala bilər. O da 2.